Bedenin sesini dinlersen gittiğin her şeyde madden manen bir açında yükseliyorsun. İnanılmaz Bak bir bedeniniz bu. Normalde Aşkın Bəyan çıxışlarını çox sevərək dinləyən biri olaraq bir şey haqqında danışmaq istəyirəm ki, burada bədən səsinin zehin səsindən daha çox bizə kömək etdiyindən danışılır və bir şeyi nəzərə almaq lazımdır ki, bizim həm uşaqlığımızda, həm də həyat yolumuzda yaşadığımız hadisələr əsasında müəyyən hisslər keçiririk və bu hisslər də bədən yaddaşımızda qalmağa başlayır. Hansı ki, eyni zamanda bu da bizim sinir sistemimizin formalaşmasına gətirib çıxardır ki, biz hadisələr qarşısında özümüzü ən rahat, ən güvənli şəkildə hiss etdiyimiz formada reaksiyalar verək. Və nə zaman ki, bir insan özünü depressiv hiss eləyir və yaxud da depressiyaya meyilli olur, bu o demək deyil ki, bədəninin onu insanlardan geri çəkməsi və yaxud da əylənmək üçün icazə verməməsi ən doğru və ən saf qərardır. Sadəcə həmin anlarda sinir sistemi özünü narahat hiss etdiyi üçün onu insanlardan geri çəkir. Ya da bir biznesmenin asosial olduğu üçün etməli olduğu bir çıxışı etməməsi, bədənin buna reaksiya verməsi yenə eyni şəkildə ona bəhanə qazandırmır ki, bunu eləməsin. Və nə zaman ki, biz bədənimizi tamamilə yaşadığı o ağırlı hadisələrdən uzaqlaşdırırıq, həmin anlarda zaten bədənin ən saf səsini eşitməyə başlayırıq. Və ona qədər sadəcə biz həm bədənimizin, həm də zehnimizin səsini ortada balanslaşdırmalı və bunun əsasında daha doğru və daha dəqiq qərarlar verməliyik.